Azərbaycan son zamanlar müzakirə olunan suallardan biri də salavat deyilən bir şey yoxdur. Amma bizim eşitdiyimizə görə də peyğəmbərlərin adı gələndə biz mütləq salavat çevirməliyik. Hətta ölən insanların ruhuna belə salavat çevrilir. Bu dində varmı? Allah Teala Kur'an'da deyir ki: "İnnallâhe ve melâiketehu" Allah ve onun mələkləri yusallûne alen-nebî Peyğəmbərə salavat dedilər. Yusallûne alen-nebî. Sonra Allah deyir ki: "Ya eyyühellezîne âmenû" Ey o kəslər ki, mömindirlər, iman gətiriblər. Sallu aleyhi ve sellimu təslimə. Siz də ona salam salavat göndərin. Bunu Allah deyir. İndi Peyğəmbərə necə salavat deyərlər? Bunun formasında işimiz yoxdur, amma fakt salavat deyilən bir şey var. Dində var. Möhlə bir adamdan eşitməmişəm ki, o desin ki, salavat deyilən bir şey yoxdur. Var axı, necə yoxdur? Quranda da deyir bu, salavat, yəni Peyğəmbərin də adı gələndə müstəhəbdir, savabdır ki, salavat çevirəsən. Peyğəmbər sözü deyəndə yox ha, məhz adını deyəndə. Adını çəkəndə müstəhəb. Hətta hədis də var ki, ən pis xəsis insan o insandır ki, Peyğəmbərin adı gələndə salavat zikr eləməsin. Adı gələndə. Bu bir. O ki, qaldı ölənlər üçün salavat, onlar artıq hədislərlə bağlı olan şeylərdir ki, məsəl üçün Peyğəmbərimizdən hədis var ki, bunu bütün məzhəblər qəbul edir, mütəvatir hədisdir ki, ölənləriniz üçün Yasin oxuyun, məsəl üçün. Yasin surəsi. Ölənlər üçün Yasin oxuyun. Elə o suala da gələcəkdim. Deyirlər ki, Quran ölü üçün deyil. Bu nə dərəcədə doğrudur? Düz deyirlər də, Quran ölü üçündür, o Quran diri üçündür. Ölü üçün Quran yoxdur. Amma Quran oxunanda, savab qazanılır, qazanılmır. Qazanılır. Ümumiyyətlə, insan hər hansı bir savab işi görüb, ölən adamın ruhuna hədiyyə eləyə bilər. Məsələn, ehsan verirsən, ac adam yeyir, doyur. Savabdır, savab deyil. Ac adamı yedizdirmək. Mən də yedizdirmirəm, geyindirirəm. 10 dənə fəqiri aparıram, pal-paltar alıram. Bu da savabdır, yoxsa yox? Savabdır, əlbəttə ki. Bunu da verirəm, hədiyyə eləyirəm, məsələn, atamın ruhuna. Hər hansı bir savab bir iş, Quran da oxumaq, salavat, hər hansı bir yoldan keçən dilənçiyə tutalım, məsələn, pul verirsən, ehtiyacı olana pul verirsən, bunu tapşırıram filan kəsin ruhuna. Bəs necə olacaq bunun? Cəhənnəmdən satıb cənnətə salacaq? Yox, mən buradan ona bir hədiyyə yollayıramsa, məgər hansısa bir xəstəxanada bir xəstəni ziyarət edəndə, onu xəstəxanadan çıxartıb şəfa verirsən bəyəm, sadəcə ona gəlib ziyarət edirsən, könlünü xoş edirsən və yaxud da ki, hansısa bir dustaqdır, gelirsən dustaqın yanına. Onu türmədən çıxartmırsan ki, gelirsən könlünü şad eləyirsən, nə bilim, peridac yaparsan, axırdan nəsə. Ondan sonra hər hansı işte qocalar evində gelirsən, hansı bir ki, qocaları, uşaqlar evinə gelirsən, uşaqları ziyarət eləyirsən də. Bu da hansısa bir ölmüş adamı ziyarət eləmək deməkdir. Və o adam təbii ki, normal adam olur. Yəni Allaha düşmən olmayıb, İmam Peyğəmbərə düşmən olmayıb. Yəni Yezid üçün nə qədər Yasin oxuysan oxu, nə xeyri var deyir. Elədir? Yəni ki, bu da belə bir şeydir. Bir adam müsəlman olub, Allaha qəbul eləyib, İslamlı olub və sən ona Yasin oxuyursansa, burada bir dənə fəlsəfi məsələ var ha. Yasin oxuyursan sən bir adama, ya salavat göndərirsən bir adama. Deməli, o adam hər kimdirsə, hansısa bir yaxşılığı keçib ki, mən ona Yasin oxuyuram. Nə olsun ki, atamdır. Ata var ki, məsəl üçün, övladı heç bilmir qəbri hardadır, heç Yasin də oxutdurmur, heç nə sağlığında heç qədrini bilib, nə öləndən sonra. Amma ən azından bu kişiyə Yasin oxunulursa, demək bu kişi heç olmasa bir ləyaqəti olub vaxtı ikən, bu nəsə eləyib ki, bunun övladım onun üçün Yasin oxutdurdu. Bunun özü də bir normal, yaxşı bir şey, yaxşı bir şeydir. Deməli, sən bu dünyada
bir salih övlad yetişdirib qoymusan ki, əməli salih övlad ki, o səni unutmayıb, sənə Yasin oxudur. İndi Yasin'i özün oxuy. Yasin'i özün oxuy. Özün oxuya bilmirsən, oxuya bilən adama oxutdur. O ilə belə bu formada qəbri ziyarət elə, ya belə bunu böyütmək lazım, şişitmək lazımdır. Pulla belə gəldi. İndi kimsə Yasin oxuyur, Yasin oxuyur. İndi ehtiyacı var Yasin oxuyur pulla. Sən bunu həm Yasin oxutdurursan ona, həm də pul verirsən, bu iki qat savab deyil. Bunun ehtiyacı vardı. Bunun bu yaxşı var dövlət olsa gəlib bu günün altında, yaxşının altında deyib qəbristanlıqda Yasin oxuması. Elə deyil. Demək bu adamın buna ehtiyacı var. Həm bunun ehtiyacını ödəyirsən, həm də ki Yasin oxutdursan. Burada pis nə var? Bunu niyə görə tənqid eləyək? İndi o adam ki var, əslində Yasin oxuya bilirmi, bilmirmi? Artıq bu başqa mövzudur. O onun xalturasıdır. Və yaxud bu dindən bu adam pul qazanmaq üçünmü istifadə eləyir? Bu yeri gəlində sənə də problemindir. Elə adam olduqla ki, mütəxəssisi tanıya biləsən. Ən azından. Özünün də anlayışı. Bəli. İndi sən həkimlərin bəyəm hamısı yaxşıdır. Yaxşılarının olsa, o da fırıldaq həkim var ki. O sənin problemindir. Get axtar, araşdır, iş və məsuliyyətlə yanaş. Mütəxəssisi tap, get ona müraciət elə. Bu da həmçinin. Sən dünya aləm vecibə dörsə, sən bilmirsən ki, ümumiyyətlə Yasin nədir, o nədir, bu nədir, elə çatana pulu versən ki, gərək Yasin oxu falan elə. O da düşür elə bir adam ki, fırıldaqçı, axırda bunu at götürüb dinin üstünə niyə atırsan ki? Din nə deyir ki sənə? Oxutturma Yasin, dünya dağılacaq. Yasin oxutturursan, dava niyə eləyirsən mənə? Oxutursan, oxutturmursan, özün biləsən, vacib əməldir, buna görə cəhənnəmə geyib düşməyəcəksən, burada heç bir problem yoxdur. Amma bunu götürüb o formaya salırsan ki, pulla Yasin oxuyarlar, məsəl üçün pulla, oxutduğunu özün oxuy. Ya da elə bir dostun olsun, elə bir yaxının olsun ki sənin, doğrudan da o geçsin səninlə oxusun, pulsuz oxusun. Sən nə o varındır, nə bu varındır, bu birisini də bəyənmirsən. Adama deyərlər, nə vacibdir oxutdurma yenə. Harada yazılır ki, mütləq Yasin oxutdurmaqsan. Oxutdurma. Sən bu təfəkkürlə, bu əqidə ilə sən oxutturduğun Yasin nə olacaq, adama deyərlər. Yəni ki, insanlar sadəcə olaraq elə bəhanə axtarırlar ki, kasıb toynuşuluq sahasında. İndi həkimə gəlirsən, ölürsən, çapalıyırsan, həkim sənə yaxın buraxmır, pul vermirsən. Ölür bu yaxın gəlmir. Sənə borcun var, pulumu verginlə sağaltımsan. İndi bunu niyə demirsən? Məsələ onu deyirsən. Halbuki bu ölüm dirim məsələsidir. O isə yox. Onu çox oturma sonda olar.